Xuraman Muradova, sənə məktub yazacağam, səndən uzaq yerlərdən. Bir şəhər var, adını anmayan, səsini duymayan, küçələri səni tanımayan, baxışları səni axtarmayan. Bir şəhər var, mən indi oradayam, uzaqlardayam. Və yenə də sənə məktub yazıram, səni unutmağa çalışdığım yerdən. Amma hər cümləmdə yenə də başlayıram səndən, çox uzaqlardan. Necəsən, deyə başlamıram məktuba. Çünki sənin necə olduğunu bilmirəm. Amma mən necə olduğumu da gizlətmirəm. Sənsizəm deyirəm, təkcə sənsiz. Bu məktub gəlib çatmayacaq sənə. Heç zaman bunu bilirəm. Amma bəlkə də bir külək gətirəcək səsimi, bir bulud daşıyacaq nəfəsimi və sən birdən-birə səbəbsiz darıxacaqsan. Mən yazdığım üçün, sən özün də bilmədən bu məktubu aldığın üçün hər kəsdən çəkilib öz tənhalığına için-için ağlayacaqsan. Səmalardan gəlmiş bu məktubumu heç kəs görməsin deyə, heç kəs bilməsin deyə ruhunun gizli yerində saxlayacaqsan. Ruhunun gizli yerində saxlayacaqsan. Ruhunun gizli yerində.